Gürcüstanda benzin bahadır deyən, getməmişdən qabaq polnu bir dənə bak vuraq, orada 2 qatını ödəməyək. Mən ya Likoil'dan vururam, ya Sokardan vururam benzini. Amma bununla yanaşı yenə də qatqımı da qatıram. Salam aleyküm. Qardaş, polnu baktı, prosto bir dənə dərman var, götür dərmanı töküm. 95. O 90. O 92'dir, hə bu 95'dir. Yaydı badamda. Hər 10 litrə bir qapaq. Bu 1, bu ikinci, 3. Ay şey, dəsmalım var maşında Kənan. 4, yoxdur. 5. Məndə salfetka var idi. Kənan. Bu neçənci oldu, heç özüm də bilmədim. Bunu istər tut. 6 dənə. Niyə? Hər 10 litrə bir qapaqda. Bunun için değil bu 10 litrə bir qapaq. Qardaş, mən bunu 5 il istifadə edirəm. 10 litrə bir qapaqdır. Hər 10 litrə bir qapaq. Tökürsən ki, aktanı daha güclü olsun. 1 litrdir, 400 litrə gedir. 400 litrə gedir. Hər bir dənə qapağı 10 litr üçündür. Məsələn 60 litrdirsə, buna 6 qapaq tökürsən, Likfmoli aktanını qaldırır və uzun illərdir istifadə edirəm. Ekspres servisdə. Şamaxınkada var, Qoşa Zapravka tərəfdə var, Yasamalda var, bir neçə yerdə var, çox əladır. Bunun üstünə hələ tanımıram. Zapravkalarda satırlar başqa markalarınkine, amma mənşəyi bilinmir ki, haradır, nədir. Ala çıx, çekin də ver də mənə. Çünki xərcləri qeyd edirəm, izləyicilər bilsin. Kənan, sür dalımca Kənan. Yiyir. Kənan yenə nəsə yiyir. Polnu bak vurduq. 2000 kilometr yol gedə bilərik Gürcüstana. 70% də bateriyamız var. İndi düzdür, biz hələ ki Tiflisə qədər, daha doğrusu Manuelaya qədər maşın buradan Meyvəldə verəcəyik gömrükə, tırla gedəcək. Ondan sonra biz maşınla davam edəcəyik. Amma 2000 kilometr deməli, burada bir zapravka elədim. İnşallah Türkiyədə keçəndə Gürcüstanda bir zapravka eləyəcəm. Çünki ora ucuzdur.